Deməli, gördüyünüz kimi, gəl yaxın sən də bax yine. Gördüyünüz kimi, biz badımcanları sobada pişirdik. Tam əzilib korlanmasın deyə. Bu halda pişdi. Biz onu həmən götürən kimi isti bükdük streç kağıza, klyonkaya. O bir 10 dəqiqə, 5 dəqiqə qalır. Ən rahat üsulu. Yəni təmizləmə üsulu. Bu uc tərəfindən kesirik. Sonra bax bu cürə sıxdıq. Ay Allah, əlim yandı. Badımcanın içinin necə gəldi? Gördünüz? Day bizim burada heç bir əlimiz zad batmır. Badımcan bu cürə çıxır. Bax birini də göstərirəm yenə. Ay Allah. Kesdik ucunu. Bax buradan biraz çıxırıq ki, orada o birləşməsi var da. O qırılsın. Gördünüz? Kırıldı. Şimdi bura bax. Bunlar rahat nə ola bilər? Yəni evdə də hazırlayanda bu cür hazırlayırıq, yığırıq. Rahat-rahat eləyə bilərsən. Amma istidir ya. Gəl göstər fərasət Vüqulu. Parmaqları kesib eləmirsən? Ay sağ ol. Baş qorxma, onsuz kesilməyəcək. Arxa tərəfinə eləyirik ki, streç kesilməsin. Всё. İndi sən qabığını da kessin oradan, qaçmasın, sıx. Hələ bir kənddə inək sağırsan. Nə deyir, nə şükürürsün. Sən badımcanı biraz belə zorla deyil.